Qalx yuxarı. Eşidirəm, buyur. Sən nömrə atmışam. Bir də zəng eləyən bura yeri deyil telefonundan. Nömrəyə zəng vurmuram mən. Nömrəyə zəng vurmusan. Sən mənim Vurmuram atamı da uçurda zəng bilərsən. vurmuram. Zəng Sən mənim vurmuram. atam mənim atamı uçurda bilərsən sən. Yo, mən sənin atavı uçurda bilmərəm. Bən niyə deyirsən ki, mətlub səni də belə uçurduram deyirsən? Uçurda bilərsən mənim atamı. Mən mətləbi uçurtmadım. Mən raket qoydum, istəyirsən canlıyam, raketi uçurtdum göyə. Yox, raketi uçurdadan deyilişində nə dedin? Dedim ki, raket uçdu, getdi. Yox, elə demədin də. Mən sözü deyəcək, mən nə istəyirəm ki? Sözüm odur ki, o mənim atam idi. Onu ora mən çağırmışdım. Atandır, sənin Allah canı. Atan girir, nədir, cavan qızlara hədiyyə atır. Mən oğuzumun içini inəmişəm. Ay ki, onu mən çağırdım oraya ki, sən onun Sən çağırdın, o cibində pulun yoxdur, hədiyyə atma. Dədəvi çağırsan, gəlsin hədiyyə atma. Pulla söhbət eləmək, sənin belə bir sözün pula düşərəm. Pulla danışma günə. Puldan Nə danışma eləyərsən günə. məni? Səni pula düşərəm. Başa düşdü? Puldan danışma günə. Mən pula düşməyən kişi deyil. İndi gəlim mən Gəlməyəndə pula kişi düşməyən kişi deyil. Gəlməyəndə kişi deyil. Hara gəlim mən? Mən masaldanam, gələm başa Sən kimsən ki, mən səni ayaqla? Pula bükən sənsən, gəl bükdə məni. Mən demirəm ki, mən səni pula bükərəm. Ay ki, pulla danışmıyor. Mən səninlə pulla danışdım. Sən danışdın Sən puldan. danışırsan da deyirsən ki, səni pula bükərəm. Deyirsən pulun çox da. Xeyr, mən səninlə puldan danışmadım. Mən sənə dedim ki, belə bir şey. Abi qulaq as, bir dəqiqə. O sözü kim dedi ki, səni pula bükərəm? Sən dedin ki, pulun qutardı. Mən dedim ki, mən səninlə pulla danışmam, amma sənə pula bükərəm, bəli. Mən sənə demədim, səni mən tanımıram. Sən dədən girib bizə hədiyyə atır, mən də qayıtdım deyim ki, pulun qutardı. Ay, dədəmi mən atdım canlını. Gəldi, dedim atçınam. Mən də attırdım, düzdür. Sonra dədim pulu qutardı da, mən də dedim pulun qutardı, get xıl yakına. Ay ki, sən demədin də pulu qutardı. Sən dedin ki, səni də belə uçurtdum. Get işinlə məşğul ol da. İşimlə məşğul olum, bir nömrə atmışam. Zəng elə günə, nömrə atmışam. Atmıram, mən zəng vurmuram sənə. Nömrə ver, mən zəng vurum. Mən nömrəmi vermirəm. Adama bilsən nə qayrarlar o sözünə görə. Nömrəmi atmışam, duxunçaqır yığ. Amma sən nömrə at, mən yığıram. Elə danışırsan ki, elə bilginən ki, Allaha and olsun. Şeydəsən, neysən, nədir, belə bir çıxmasın, nə bilim, əlvin altında böyümüşəm mən, yoxsa nə bilim, əlimin altında böyümək nə deyirsən sən? Sözümü deyirəm. Nə deyirəm? Hə. Nə deyirəm? Deyirəm ki, nömrə atmışam. Birincisi özünə hörmət eləyirəm. Mən özümə hörmət eləyirəm, özünə hörmət eləməyən sənsən. Eləmsən. Özünə hörmət eləməyən sənsən. Özümə mən hörmət eləməsəydim, mən sənə başqa artıq şey yazardım orada. Mən sənə artıq əşki söz deyəcəksən, artıq əşki cavabını alacaqsan. Qulağa, sənin ata kim gəlirsə sənə xoşa gələr, kişi kimidir. Mənim atam əgər girib, bir qulaq as, bir dəqiqə. Birincisi, mənim atam rəhmətə gedib, bu bir. İkincisi, mənim atam, bir qulaq as, sözümü çatdırım sonra da. Mənim atam əgər TikTok platformasında girib, qızlara hədiyyə atırsa, diqqətlə qulaq as. Sabahlarım o rəqib komandadakı adam qayıdıb orada o TikTok'un qanunudur, nətərsədir, belə cırnatmaqdan ötürü deyirlər hədiyyə atanlara ki, nə oldu, pulun qutardı. Ona görə sən TikTok'a girəndə sən desəydin pulun qutardı, o başqa şey. O tam başqa şey. Pulun qutardı da dedim, canlı yayımdadır bütün dediyim sözlər. Bu bir. İkincisi, sənin atan hədiyyə atır. Sabahlarım bir dənə Rusla oynar. Rus bloger qadim sənin atanı təhqir eləsə, onda nə olacaqdı? Eşsən məni. Sən TikTok'a girəndə fikirləşməlisən ki, sən TikTok'da canlı yayım. Birincisi, mən sənin atanı söyməmişəm. İkincisi, TikTok'da raket şəkildə göstərdim ki, raket uçdu. Sən o xətlə niyə deyil? Xoşun gəlmir. Düz danışın, da raket uçdu demədin. Sərkəz kimdir bu? Sərkəz, mən səni tanımıram. Sən kimsə nə mənə telefon поднимай. Почему я должен твой телефон поднимать? Во-первых, мне никто не звонит. Во-вторых, почему я должен твой телефон поднимать? Ay Çingiz. Sənə deyirəm ki, Ramin, eşidirsən məni? Mənim bu dəqiqənə Allaha and olsun, yəni o razborka eləmək, biləm ki, bax Quran haqqı, yəni o razborka eləsəm də ki, yəni axırın biləm də nə ilə qutar. Mənim ona bir dəqiqə vaxtım yoxdur səndən oturub, dil sənə döymək telefonda. İkincisi, deyirsən ki, sənə pulla bütçələyərəm, belə eləyərəm, Allaha and olsun, zırt da eləyə bilmərsən. Üçüncüsü isə, Ramin, ged işinlə məşğul. TikTok'a girirsən, nisriyozlu platformadasan. Mən bilmirəm sən nə fikir. TikTok'a girirsən, səni söyə də bilərlər. Onda belə çıxırsan nisriyozlu oğlansan?
Mən Nisliozun oğlan deyiləm. Mən Nisliozun oğlan deyiləm. Amma platforma Nisliozun Onda bura platforma. gəndən Nisliozundur. Platforma Nisliozun platformada. Onda bura gəndən Nisliozundur. Yo, bura Siryozunlarda gəlir, Nisliozunlarda gəlir. Sən indi burada çatda söysələr, hər bir sənə cavab verə hamıya eyni bilərsən. gözlə baxma da, hamıya da eyni gözlə hörmət eləmə də. Abi qulaq as da, sən indi burada aşağıda çatda söysələr, sən indi bu artıq əski yazsalar, gedib onu tapassan. Taparam, bəli, niyə tapmıram Tapa ki? bilmərsən, o sənin üçün başın üçün deyil. Anonimlikdən yazsa nətər tapassan onu? O anonimlikdə birinci onu eləyən oğlan, onu söyən oğlan birinci onu özünə baxsın, sonra söysün. Heç kim burada özünə baxıb eləmir, hər özünə cavab deyil. Burada hər cürə adam var, bu bir. Yenə də deyirəm, mən sənin atavı söyməmişəm, təqqir eləməmişəm. Spokoni noçin qoymuşam, demişəm ki, yuxu vaxtıdır, gedin yıxılın. Sənin o dostun girib o qara mayka giyinib əynə yalandan belə qoyub. Qardaşımdır, Mən belə şeylər bilir. O ki qaldı masallıda qalırsan, Qurana and olsun, minin maşına gələrəm masallıya, mənim üçün 2 vurur. Burası baş mən Allah. Eşsən mən, amma belə tanınmış olmasan, yəni artıq əskik baxışına. Mən sənə artıq əski söz deməmişəm. Sən oturcuna, yaxşı düşüncünə mən nə deyirəm, ondan sonra danışcına. Deyirəm, sənin dədən girir, qıza hədiyyə atır. Mən atırdım. O sənin dədəndir. İkincisi, qardaş, hədiyyə atır, mən də dedim, nə oldu? Jetonun qutardı, raket uçdu, elə demədin. Uçdun, çıxdın, getdin də, da raketlə. Mən sənin atıb pis mənada deməmişəm ki. Elə gülməli mənada demişəm mən onu. Hayır, elə demədin də. Çünki əlində telefonu göstərdin ki, mətləbi də belə tutdum. Gözdə tutdum. Raket uçdu, Amerikanın raketası uçdu. Əlimdə raket şəkli idi. Bax, deyirsən, gülmək tutur mən. Raket idi. Mənim xasiyyətim elədir. Mənə hədiyyə atanda dirəşirlər. Dirəşə bilməyəndə deyirəm, raket qoyuram, ya nə bilim avtomat qoyuram, ya nə bilim bir bomba şəkli qoyuram, bomba gəlir, düşüb bomb partlayır. Yəni, söymürəm ki, zarafat eləyirəm mən onu. Sən onu nə görə siryoza? Mən qurşaqdan aşağı naməhrəm yerin adını çəkməmişəm, bir şey eləməmişəm. Sırası sən coşub gəlirsən. Özdə coşub gəlməmişəm. 5 nəfər gəlirsə, elə o 45 nəfər yığılıb bir dəfəndə hədiyyə atardınız da üstümə. Kimə hədiyyə atardım, Belə deyirsən ki, sən pulla bükkələyərəm, girib bir şirdən birdən atardın üstümə, deyərdim, mənə pullu qaqalardı. Mənim öz səhifəmi blok atdım. Mən belə çıxmasın, mən o səhifə ilə girə bilmədim. Yox, mən özüm də hədiyyə atıram. Nə olsun, bu səhifə ilə sən güya istəsəydin pul yükləyə bilməzdin? Hara? Bu səhifə ilə jeton yükləyə bilməzdin? Lazım yox, bundan yox. O bir səhifəni atırdım da. Yox, o bir səhifədə nə ata bilərsən? Neçənci level idin o bir səhifədə? 24. 24-cü level sən deyirsən, sənə pulla bükkələyərəm? Mənə lazımdır, bura pul qoyum. Bəy, heç olmasa onda danışma da, pul bükkələməkdən danışma da. Elə pulumun hamısını gətirib TikToka qoymalıyam mən. Nə bilim, pulun hamısını gətirib mənə bükkələməlisən sən. Sən danışığı bilmirsən axı. Nə, mən danışmıram, mən nə deyirəm ki, sən mənə deyirsən ki, sənə pulla bükkələyərəm. Mən də sən deyirəm ki, mənə pulla bükkələyəm olan, ən azından girişimə bir şir atardı. Mən puldan danışmadım, Çingiz. Mən puldan danışmadım. Mən girdim, mən puldan danışdım, mən yox. Pulu sən çıxartdın ortaya. Mən yazıq, mən pul adı çəkmədim. Burada sən dedin ki, sən pulla bükkələyərəm. Mən pul adı çəkmədim ki. Sən dedin ki, nə oldu, pulun qutardı. Düz deyirəm də, hədiyyə atdı, sonra yoxa çıxdı. Hədiyyəni mən attırdım. Mən dedim ki, at ki, mənlikdir. Sən özün hədiyyə ata bilmirsən, dədəvə deyirsən, özün hədiyyə atsın. Ata bilmirəm də, ata bilmirəm. Nətər ata bilmirsən, 24-cü levelsən deyirsən. Mənim səhifəm deyil o, mənim səhifəm o birisiydi, bu qardaşımın səhifəsidir, bu mənim səhifəm deyil idi. Qulaq as, mən qol güləşi tuta bilirsən, qolun güclüdür. Özümə görə hə. Qol tuta bilərsən mənlə? Sən də söhbət qoldan getmir ki, söhbət ağıldan gedir, söhbət ürəkdən gedir. Sənin qolun var deyil, kimsə əzə bilərsən? Mənə bax, yox, mən sənə demirəm ki, gəl MMA döyüşə, deyirəm elə-belə qol güləşi deyirəm mən sənə. Tutarım, niyə tutmuram ki? Söhbət edir, sən... 1000 manatdan tutursan mənlə, qol güləşi eləyirsən? Sən mənlə üzbəyüz gələ bilərsən, o qol güləşi, sən qolun güclü ola bilər. Amma belə çıxmasın. Gəl belə deyək, qulaq as mən. Deyirsən ki, ağıldır. Ağıllısan sən, güclüdür ağılın. Özümə görə hə. 2/2 bölü 2 neçə eləyir? Ay bilət. Aşağı sual versən sən. Yox, sualıma cavab verdi. 2/2 bölü 2 neçə eləyir?
Sən uşağa sual versən, ya birinci Allah'a and olsun uşağa sual versən, uşaqsan, yeki kişisən. Yəni mən sözü ora buraxma ginən. Yo, 2 üstə gəl 2 bölü 2 neçə eləyir? Fırlatsan sən burada. Yox, fırlatmıram, mən sual verirəm. Də desən ağıllıyam, sual verirəm. 2 üstə gəl 2 bölü 2 tapa bilmədin. Sən mən söhbəti ora buraxma ginən. Söhbəti ora bura atmıram mən. Sən dedin ağıllıyam, mən də sənə ağıllı sual verdim. Belə də ki, Tapa qolun bilmədim. güclüdür, qolun güclüdür. Yo, özümə görə gücüm var. Özəyə görə gücüm var. Hə. Özəyə görə gücüm var, düzdür? Hə, düzdür. Mənim də özümə görə oğlanlığım var. Başa düşdüyün şir Allah Allah gücüm yaxşı. də var. Gücüm də var. Biz kişiyik. Mən oğlan deyiləm. Mən oğlan bir 20 il bundan qabaq olmuşam. Mən kişiyəm. Hədə hər nəsən, Allah canını sağ eləsin. Amma belə çıxmasın. O qolu belə göstərsən ha. Belə. O qolu elə göstərsən ha. Çox oğlanların qolu elə olub. Çox oğlanların qolu elə olub. Xoşum gəldi. Bax, bırak dənə. O güvənmə ginən. O güvənmə ginən. O boş şeydir o. Nə O tərdir? boş şey. O mən sənə deyirəm, o boş şeydir. Niyə Mən sənə boş deyirəm, şeydir, o- qaqaş? Nə mənim o boş məsələmə şeydir. görə boş deyirsən ki sən? O boş bir şeydir. O boş bir şeydir. Niyə O boşda bala- səbəbindir? Mən əziyyət çəkib idman edirəm ki, sən mənə boş bədən deyirsən. Amma görsən sən mənim xətrimə dəyirsən. O boş bir Mən sənə şeydir. bir dənə qayıtdım, dedim ki, raket uçacaq göyə, xətrimizə Ha, mən dəydi. demədim. Sən bu Sən boyda onu- əzəliyə qayıdıb deyirsən boş bir şeydir. Onu mənə demədin sən onu. Onu mənə demədin. Kimə dedim onu? Onu sən mənim atama dedin. Onu da ora mən Allah səni- atın canını sağ eləsin. Sən indi onun Allah yerinə səndə deyirsən ta də rəhmət eləsin. Allah səndə ta rəhmət eləsin. ölənlərə rəhmət. İndi sən mənim üstümə nəyə gəlmisən? Mənim əzələmə niyə deyirsən ki, boş şey? Mən əziyyət çəkib bunu belə eləmişəm. Əziyyət çəkmirsən, Allah əziyyəti bəhrəsini versin. Əziyyətin yerdə qalmasın. Amma onu Qoyursun yerdə qoyursan, qayıdıb deyirsən ki, boş şeydir. Hə, boş şeydir, bəli. Görsən düzgün danışmırsan sən. Və sən ləzzət eləmədi. Gördün mən belə danışmağım. Yo, mənə xoşuma gəlmədi. Allah sənin köməyin olsun. Görüb sən də o danışmağı Ləzzət mən şey zat deyirsən, hə, duz zatlı deyirsən, ləzzət eləmədi. Desəm ki, ləzzət eləmədi, deyəsən get duz səp üstünə. Yo, o belə çıxmasın. Sən mən səndən başqa söhbət edirəm. O uşaq söhbətlərdir olar. Dedik ki, söhbətlərdir. Deç ki, söhbət deyil, deyirsən ağıllıyam, sual verirəm, cavab verə bilmirsən. Nə Mən bilim, rəhmət deyirəm ki, eləmək qol güləş istəmirəm. eləyək, deyirsən ki, qolun güclüdür. Mən demədim ki, deyirəm, burası qol güləş eləmək istəyirəm, razı olmursan. Gəl ürəyin istədiyin vaxtı gəl, mən gəlirəm Bakıya, gəl Bakıda güləşək, problem yoxdur, gəl. Güləşmək yox, qol güləş eləmək. Nə qol güləş eləmək. Mən ölüm, o yanındakı kimdir orada sənə şey eləyir? Mənim balaca qardaşımdır. O qara şey idman maykasında olan, İdman maykası geyinən oğlan mənəm. o qara idman maykası giyinən sənsən. Mənəm, bəli, hə. Mənə bax, ən ağır neçə kiloluq gir qaldırırsan? 10 kilo. Deyilik biz burada, məktəbdə deyilik. Mətəf deyil, qaqa, bura TikTokdur. Mən bilirəm 10 mətəfdə kilo. deyilsiniz, TikTokdasınız. Ən ağır neçə kilo gir qaldıra bilirsən? Mən idmana girmirəm, idman söhbət eləmirəm, mən səndən. Və onda maykada şəkil nə belə qoymusan, zalda belə çəkmisən? Elə özüm üçün marağa. Elə belə zala gedirsən sən. Elə gedirəm də, elə belə formanı saxlamaq üçün gedirəm, hə. Amma məşq eləmirsən, hə? Məşq edirəm, formanı saxlayıram da. Və deyirəm neçə kilo daş qaldırırsan, formanı nətər saxlayırsan orada? Aerobika ilə məşğulsan? Nəhləsə şeytan. Nəhlət. Söz deyirəm də qaqaş, deyirsən zala gedirəm, daş qaldırmıram. Deyirəm aerobika ilə məşğulsan zalda. Mən eşsən, mən səndən bu soru-suala getməmişəm. Mən sənin sözlərə görə gəlmişəm. Başa düşdün? Hansı sözümə görə söhbət eləyirik. Dedim telefonla sən, mən də sənin telefonla. Sən söhbət eləyəsə oğlan döyürsən, başa düşdün? Necə? Hörmət eləyən oğlan, eləməyən oğlan, başqasına hörmət eləməyən oğlan, Hə. özünə hörmət eləməyən oğlandır. Yadında saxla. Dübbələm düz. Mən səninlə hörmətsizlik eləyirəm ki. Allah canı, sən mənə hörmətsizlik eləməsən, mənim atama hörmətsizlik elədin. Sən atama nə hörmətsizlik elədim ki, mən söydüm, təhqir elədim, güldən ağır söz dedim. Dedim, qardaş, raket idi, uçdu getdi. Şöyle da, bu ilə iş bitdi. Elə Mən demədin, sən atama söz söyərəm, heç mən Çingiz, elə o demədin məhfədin, də. o qanacağın sahibi deyiləm ki, mən kimsəsə təhqir Elə edim. demədin də, Çingiz, elə Mən əgər demədin. təhqir eləsəydim, mən əgər, qaqaş, təhqir eləmək bilsən nədir? Pis, kiməsə pis söz demək. Mən heç vaxt elə şey eləmərəm. Ay Çingiz, sənə bir daha söz deyim. Hə. Bir daha sənə bir söz deyim. 10 dənəsindir. Mənim 36 yaşım var. Mənim Mənim atamı də 36 yaşım var. Mənim atamı təhqir edən adamı and olsun Allaha yaşatmaram. Bilirəm, bilirəm, elə şəkilə baxan kimi bilirəm ki, eləyərsən onu. Amma mən təhqir eləməmişəm. Koruyacağım mən. Sən lazım olsa nömrəmi atmışam direktə. Mən nömrəni neyləmə, ay qaqaş, söhbət eləyirik də burada. Sən nömrünü neyləmə, telefonda qulağıma al. Telefonla sənə danışaram. Yox, mən istəmirəm səninlə telefondan danışmaq. Belə qəşəng danışırıq da, Onun maraq. bağırıcılığını göstərmək onlar hamısı boş şeydir.
Mən ölüm bir dənə üzvü göstərdə Ramil. Xahiş edirəm. Dedim sen narahat olma Sefer. Sən Allah bir dənə üzvü aç göstər, bir dənə üzvə baxın da. Bax mən sənin üzvəyə söhbət edirəm. Bir dənə aç, bir dənə də Mən belə lazım üzvü göstər. Dedim yüzümü görmezsen kes WhatsApp'ı. Keç WhatsApp-da danışaq. Yo, WhatsApp-da danışmıram mən. Mən niyə Sərqaqa nömrəmi verməliyəm, WhatsApp nömrəmi? Ben de bayağıdan gen danışırdım. Genelirdim. Yo, Yaxşı, mən nəysə. gen Amma danışmıram. Elə lazım mən nə olsa, deyirəm, lazım elə olsa. buradan deyirəm. Lazım olsa. Aha. Ürəyinlə baxsasa günün 24 saatı. Bakıya zəng eləginə bir kəlmə. Mənim nömrəm satmışam direktə. Ha. Gəl Bakıya, gələn Bakıya. Gəl görüşək. Görmü qolu dalım belə göstərirdim, belə göstərirdim, belə Belə. göstərirdim. Belə. Ha, onlar boş şeydi. Onlar boş şeydi. O boş Belə. şeydi onu. Onu Boş mən niyə yesəm olur 5 ki? ay yığaram. Onu mən 5 ay yığaram. Ondan da qəşəngini yığaram. Allaha and olsun, sən indən belə 100 dəfə də 100 ildə yaşasan, sən mənim elədiyimin birini eləyənmərsən. Nəyi daş qaldırmağı? Mən pəhlivanam da, mən öz Sən bundan sahəmdən sonra danışıram. 200 ildə qulaq as. Qaldıra bilərsən mən qaldırdığım daşları. Qulaq as. Sən bundan sonra 200 ildə yaşasan, sən də mənim elədiyimi eləyənməzsən. Sən elədiyin mənim maraqlı deyil. Sənin də elədiyin mənim maraqlı deyil. Mən elədiyim sən maraqlı olmasaydı, sən qayıdıb deməzdin ki, sən o əzələvi mən 5 ay yığaram. Hə, lazım olsa yəni onu mən yığaram. O elə belə Yo, şeydir, lazım boş olsa şey. yox da, deməli sən ucu mənim maraqlı lazım göstərsən. deyil, o boş bir şeydir. Sən ucu bu əzələni O boş görürsən, şey. artıq Boş bir bədən şeydir. yığmaq istəyirsən. O boş bir şeydir. O boş bir Ay şeydir. yox, yenə boş O deyirsən. sadəcə Nə ay qardaş, görünüşdür. nəyə görə boş deyirsən mənim əzələmə? O Əlini sadəcə vurmuşsan görünüşdür. buna. O boş Əlini bir şeydir. vurmuşsan bu əzəliyə. Hə, mənə əzələ lazımdır. O boş bir şeydir. Və onda Sadəcə nəyə görə görünüş boş üçündür. deyirsən? O görünüş üçündür. O görünüş üçündür. Nə görünüş üçündür? O əzələ görünüş üçündür. Dəqiq. 100%, bəli. Yəni əzələ insan bədənində heç bir funksiya daşımır da, hə? O qıraqdan görüntüdür, o qıraqdan görünüş üçündür o. Ha. Nə bilim, sən mən nə deyə bilərəm? Səncə mən sənə nə deyə bilərəm? Sən mənə nə deyə bilərsən ki? Bir diqqətlə üzümə bax gör, gözümə bax gör, mən sənə nə deyə bilərəm? Görüm hiss eləyəsən. Yox. Sen neyse diyebilirsen. Heç də hiss eləmədin, hə? Gəl biraz da yaxından eləyim, bax. Heç nə hiss eləmədin? Nəsə hiss eləmək istəyirsənsə nömrəmi atmışam. Ay, yox, mən hiss eləmək istəmirəm. Mən sənə deyirəm ki, bəlkə də dedim, bəlkə psixologiyanı düzdür bilirsən. Mən psixoloqsa deyiləm. Bravo. Onu Yox, psixoloq olmaq başqa bir şeydir, psixologiyanı bilmək başqa bir şey. Məktəbdə psixologiya dərsi keçmirlər sizə. Keçməyiblər mənim psixologiya dərsidir. Hə, onda deyən keçmirlər də, hə, bildim. Mən məktəbə 9-a də qədər getməmişəm. oxumusan? Məktəbə getməmişəm. Hə, Sənlə başqa maraqlı. məktəb oxumamısan. Adını yaza bilirsən heç olmasa. Sənlə maraqlıdır. Mənə maraqlıdır görüm sən adını yaza bilirsən yoxsa yox. Bax sən mənim adımı neysən? Sən mən lazım olan sözü dedim. Ürəyin istəyirsə də nömrəm var. Günün 24 saatı yığ gələn Bakıya, mən də gələn Bakıya. Ay yox, mənim nə işim var səninlə? Görüşmək istəmirəm mən səninlə. Hə, sonunda da var, sağ ol. Sən belə istəyirsən gəl Göyçayda, niyə gəlmirsən? Göyçay niyə gəlirəm? Mən masaldan Göyçaya gəlirəm. Sən də mən masaldan gələn Bakıya, sən də düzə Bakıya. Yox, mənim nə Gəlmirsən? işim var? Sən mənlə görüşmək istəyirsən. Mən səninlə görüşmək istəmirəm axı. Hə, qolu belə eləmirdi. Qolu belə Ay yox, şey eləmirdi. deyirəm, mən belə bax. Bax bir də göstərəm, bax. Ala buna da bax. Ha, o boş şeydir. Onu reklam Xoşun gəlir. Ay nə bilim, qaqa, Allah haqqı. Çox maraqlı adamlar var ya burada. Bərəkət haqqı çox maraqlı adamlar var. Ha qaqa, nə bilim, mən nə olub? Qızla PK atırdım. Üstümə hədiyyə atdı. Mən nə bilim ki, bunun atasıdır. Dedim ki, heç nə, hədiyyəsi qutardı. Dedim, hədiyyəm qutardı. Raket şəkli qoydum. Amerikan raket şəkli var. Dedim ki, raket uçdu, çıxdı, getdi göyə. Sonra da dedim ki, spokojno noçin qoydum. Dedim, get yıxıl yatçıla da hədiyyəm qutardı. Bu xətrinə dəyibdir, gəlib üstümə tökülüblər.